Hər vaxtınız xeyir olsun. Bugün 19 aprel buraxılış imtahanına düşmüş qəbul sualına baxırıq. Choose the correct option. Düzgün variantı istəyir. Baxırıq ki, nöqtələrdən sonra to do var. Ümumiyyətlə bu ifadəni deməli sizə izah edim. To do your best əlindən gələni etmək deməkdir bu ifadə. Və to varsa biz bilməliyik ki, hansı modal feillərdən sonra to olmur, onları atırıq. Must modal feilindən sonra to olmur. Could həmçinin can'in keçmişidir və ondan sonra da deməli to olmur. Should atırıq, bundan da sonra to olmur və qalır have-la has arasında. Baxırıq ki, has üçüncü şəxsin təkində olmalıdır. Amma bu deməli you ikinci şəxsin təki və yaxud cəmi, sən və yaxud siz deyiriksə, bu zaman biz have-la işlətməliyik. Ona görə də doğru variant A variantıdır. You have to do your best to get a higher degree. Yəni sən daha yüksək dərəcə almaq üçün əlindən gələni etməlisən mənasında. Növbəti dərs izahlarında görüşənədək sağ olun.